Здравствуйте, дорогие друзья. Давайте продолжим. Davam edək fe'llərimizə, birinci şəxsi olmayan fe'llərimiz haqqında danışaq. Qlaqol açutitsa. Açutitsa hardasa olmaq. Bizdə nağıllarda belə bir ifadə var. Gözünü açdı, yumdu, falan yerdə oldu. Yəni gəldin filan yerə çıxdı, birdən-birə peyda oldun mənasını verir açutitsa fe'limizin mənası. Fe'limiz indiki zamanı ümumiyyətlə yoxdur fe'l. Fe'l avtomatik bitkin zamandır. Ona görə də fe'l ancaq keçmişdə olur, açutilsa, bir də avtomatik gələcək zamanda olur. Amma birinci şəxs yoxdur. Yəni məndə hallandıra bilməzsiniz fe'li. Avtomatik səndən başla. Ты очутишься, он очутится, мы очутимся, вы очутитесь, они очутятся. Yəni gözünü açdın, yumdun, falan yerdə oldun. Yəni falan yerə gəldin, çıxdın. Bir göz qırpımında gəldin, çıxdın. Harasa mənasını verir. Aşutit, aşuşət. Hər iki fe'limiz hiss etmək deməkdir. Amma bu təbii ki, bunlar hissiyatdan getmir söhbət. Burada özündə hiss etmək, hansısa bir hərəkətin, hansısa bir baş vermiş hadisənin nəticəsini, sonucunu hiss etmək və yaxud nə bilim baş verən bir olayların reaksiyasını hiss etmək demək. Yəni sırf hissiyatdan getmir söhbət. Aşuşət fe'limizin indiki zaman variantıdır. Normal düzənli fe'ldir. Aşuşayu, aşuşayiş, aşuşay deyə hallandırırıq. Aşutit fe'limiz avtomatik bitkin tərs fe'lidir. Bir keçmişdə olur. Aşutil. Hiss etdim. Tutaq ki, yağışın pis təsirində mən özümdə hiss etdim. Ya aşutil, допустим, холод zimı, qışın soyuğunu hiss etdim. Avtomatik ikinci şəxsdən başlayır. Ты aşutiş, on aşutit, мы aşutim, вы aşutiti, они aşutят deyə istifadə edirik. Derzit və plisosит fe'llərimiz. Derzit fe'limiz birisinə qarşı kobudluq etmək, böyük danışmaq, başından bizdə belə bir, çox üzr istəyirəm ifadəmə görə, başından böyük danışır deyirlər ya belə, yəni gərəksiz, lazımsız, kobud, qarşındakı insanı rəncidə edərək, qarşındakı insanı aşağılayaraq və yaxud qarşındakı insanı basmağa çalışaraq, əzməyə çalışaraq danışılan, edilən hərəkətlər, yəni daha çox danışılan hərəkətlərə, sözlərə deyilir bu. Derzit, belə bir fe'limiz var. Fe'limiz avtomatik indiki zaman fe'lidir. Birinci şəxsi yoxdur. Mən bu hərəkəti edirəm sözü rus dilində yoxdur. Rus dilində deyirlər, ты дерзишь, он дерзит, мы дерзим, вы дерзите, они дерзят deyə hallandırırıq. Və plisosит fe'limiz, yəni gördüyümüz kimi fe'lin İçində də pilisos sözü var, yəni süpürgə var, elektrikli süpürgə sözü var. Mən bu elektrikli süpürgə ilə evi süpürürəm sözü rus dilində bu fe'ldən yaranır. Rus dilində podmetat fe'li var. Podmetayı, o da süpürmək deməkdir. Amma sırf pilisosit fe'lindən yaranan fe'limizin birinci şəxsi, yəni məni yoxdur. Fe'l avtomatik səndən başlayır və fe'limiz indiki zaman fe'li pilisosiş, pilisosit, pilisosim, pilisositi, pilisosat deyə istifadə edirik. Və keçən dəfədə olduğu kimi bugün biz keçən dərsimizdə əgər həkimlər haqqında maraqlı faktlar haqqında danışmışdıq. Bugünkü dərsimizdə də gəlin müəllimlər haqqında bir neçə maraqlı fakt haqqında danışaq. Hər dərsdə demişdim ki, mən müxtəlif peşələr haqqında rast gəldiyim, tapdığım bəzi faktları sizinlə bölüşəcəm. Əgər müəllimlər varsa, diqqətlə qulaq asa bilərsiniz. Учитель действительно одна из самых древних профессий. Yəni müəllimlik ən qədim peşələrdən biridir. Первые школы появились в V и III веке до нашей эры в египетской Александрии. Причем уровень подготовки в них был довольно высоким. Там изучали математику, filologiya, filosofiya və medisinu. Yəni ilk məktəblər Misir Aleksandriyasında bizim eradan əvvəl 3-cü, 5-ci əsrlərdə yaranmışdı və orada həqiqətən hazırlıq səviyyəsi həqiqi mənada yüksək imiş. Yəni orada riyaziyyatı, filologiyanı, fəlsəfəni və tibbi öyrənirlərmiş.
Само слово «школа» в первый раз появилось в Древней Греции. İlk dəfə məktəb sözü qədim Yunanistanda peyda olub. Но значение его отличалось от современного понимания. Означало отдых или даже досуг. Amma onun mənası hal-hazırki, yəni müasir anlamından seçilirmiş. Yəni o zaman o istirahət deməkmiş. Yəni отдых və yaxud dosug sözləri hər ikisi istirahət deməkdir. Тем не менее, досуг не был праздным, но означал беседы на темы философии веры. Amma buna baxmayaraq ki, istirahət sözü adlanırdı, lakin bu söz праздный, yəni bayağı değildi, günlük değildi. Burada fəlsəfə və inam, din haqqında söhbətlər gedirmiş. Телесные наказания в школах разрешено применять в некоторых странах, например, в Afrika, Koreye, Великобритании до сих пор. Bədən cəzaları indiyənə qədər bir çox Afrika, Koreya, Böyük Britaniya və digər ölkələrin məktəblərində icazə verilir. Yəni bu bədən cəzalarına, uşaqları bədən cəzaları, yəni döyməklə bu cəzalara icazə verilir. Среди политиков и ученых очень много педагогов. Siyasetçiler ve alimler arasında həddindən artıq çox müəllimlər vardır. К примеру, до того, как Lyndon Johnson стал президентом США, он был учителем. Lyndon Johnson Amerika'nın prezidenti olmadan önce müəllim imiş. В возрасте 20 лет он уже преподавал в 3 разных школах. 20 yaşında o artıq 3 müxtəlif məktəblərdə dərs deyirmiş. Bu çox maraqlı bir faktdır. 20 yaşında artıq 3 fərqli məktəbdə dərs dediyi haqqında. Причем источники сообщают, что его стиль преподавания и компетенции получали множество позитивных отзывов. Və onun dərs vermə stili və yaxud onun səlahiyyətləri həddindən artıq çox müsbət yorumlara səbəb olmuşdu. Yəni çox yaxşı dərs keçirmiş. Buna görə müsbət yorumlar qoyulmuşdu onun haqqında. Учеба в США очень индивидуальная, а учителя соблюдают tayinu отметок. Amerikada təhsil çox individualdır. Yəni sırf bir şəxsə aid olan bir təhsildir. A учителя соблюдают tayinu отметок. Müəllimlər isə qiymətlərin gizliliyini qoruyub saxlayırlar. Yəni o alınan tələbənin aldığı qiymətin gizli qalmasına riayət edirlər. В американской школе учитель просто молча подзывает к себе и показывает отметку ученику. Amerika məktəblərində müəllim sakitcə şagirdi öz yanına çağırır və ona aldığı qiyməti göstərir. Çox maraqlı bir faktdır. И только раз в полгода к родителям приходит табель успеваемости və yalnız hər yarım ildən bir valideynlərə bu davamiyyət tabelini, yəni cədvəlini göndərirlər. Учитель-предметник – самая распространенная форма занятости советских и нынешних педагогов. Sırf fən müəllimi anlayışı Sovet və indiki müəllimlərin, yəni müəllim peşələrin arasında ən geniş yayılmış məşğulluq növüdür. Yəni fən müəllimi. А вот, например, в Чехии нет математиков, физичек и физкультурников. Там учитель обязан вести сразу несколько предметов. Mesela Çexiyada isədir ancaq riyaziyyat müəllimi, ancaq fizika və yaxud ancaq bədən tərbiyə müəllimi anlayışı yoxdur. Orada bir müəllim eyni anda bir neçə fəndən məşğul ola bilər. Yəni eyni anda bir neçə fənnin dərsini tədris edə bilər. Çox maraqlı bir faktdır. O zaman onların universitetləri məndə çox böyük bir maraq oyatdı. O zaman oxurkən, məktəbdə və yaxud universitetlərdə oxuyarkən, təhsil alarkən necə bir təhsil onlar alırlar, əgər eyni anda bir neçə fənni tədris edə bilərlərsə. Növbəti hissələrimizi izləməyi unutmayın. До свидания, берегите себя.